təmizlik. İndi kömək məqamıdır. Yaxşı pul qazananlar həm də savab qazana bilərlər. Yardım əlinizi siz də uzadın. Arzuları vardı onun. Oxuyub, təhsil alıb işləmək. Amma həyat bəzən sənin saydıqlarını saymır. Bəzən səndən üz çevirir. Özün də istəmədən, bilmədən. Qəfil gələn faciə bütün ümidlərini puç edər. Arzuladığın o həyat, o təhsil, o işdən, hər şeydən məcburən imtina etməli olarsan. Elə Əhməd kimi. Onun da arzuları vardı. Amma qəflətən beyninə qan sızması hər şeyi yarıda qoyur. Komaya düşür. Uzun müddətdən sonra komadan ayılır. Amma gözlərinə inanmır. Kaş ki gördükləri yalan olaydı. Amma bu acı həqiqət idi. Danışa bilmir, əlləri və ayaqları işləmir. Uzun müddət müalicələrdən sonra əlləri açılsa da, amma hələ də gəzə bilmir. Hazırda Əhməd əlil arabasına məhkum olub. Həkimlər bu gənc oğlanın sağala biləcəyini deyiblər. Amma xəstəliyin müalicəsi yalnız xaricdə mümkündür. Yəni Almaniyaya və yaxud İspaniyaya getməyə sadəcə istəyərdim bu imkanlı şəxslərdən kömək istəyim. Yəni imkanlı şəxslər mənə kömək eləsələr, bu bir 3-4 kursa pul yığsalar, onda mən müalicə eləyə bilərəm, ayağa dura bilərəm, gəzə bilərəm. Əgər siz də Əhmədin ayağa durub yenidən yeriməsinə yardımcı olmaq istəyirsinizsə, o zaman ekranlara biraz da yaxın əyləşin. Gördüyünüz 055 509 13 13 və 070 661 13 13 nömrələrinə zəng vuraraq Əhmədə yardım əlinizi uzada bilərsiniz. Unutmayın ki, edilən heç bir yaxşılıq cavabsız qalmır. Bu yaxşılığın insanlardan bir-birinə ötürülərək dövr etməsi, yeni duyğuların yaranması, gözəl yaşantıya çevrilməsi və yenidən özünə qayıtması anlamına gəlir. Doğrudur, bu qayıdış ola bilər ki, birbaşa olmasın, bir neçə mərhələdən sonra baş versin. Amma o inkar edilməzdir ki, yaxşılıq yarı yolda qalmır. Siz də bu gənc insanı əlil arabasından xilas edin. Onu yenidən həyata qaytarın ki, Tanrı da sizi sevindirsin. Hürəliyeva, Seyid Ülveyvazov, Space.